Sənin də gözaltı torbaların var və gözaltı qaralmaların var, mimik qırışların var və onu heç cür aradan qaldıra bilmirsənsə, sənin sadəcə 3 manata başa gələcək 2 məhsul göstərəcəm. Onu hər gün axşamlar istifadə edəcəksən və gözaltı qaraltıların gedəcək, torbaların gedəcək, ən əsası mimik qırışların aradan qalxacaq möcüzəli bir məhsuldur və sadəcə 3 manata başa gəlir. Bunu necə istifadə edəcəksiniz, onu izah edəcəm və təbii ki, məhsullar göstərəcəm. Amma əvvəlcədən xanımlar mütləq plus işarəsini basırıq, ürəyi qızardırıq və təbii ki, bunu rəfiqələrimizlə mütləq paylaşırıq. Baxın, hal-hazırda ekranda 2 məhsul görürsünüz. Vazelin və üzüm yağı. Bu ikiliyi necə istifadə edəcəksiniz? Gündəlik istifadə üçün izah edirəm sizə. Vazelindən götürdünüz, barmaqda ya bu hissədə fərqi yoxdur. Bir balaca götürdünüz vazelin. Üstünə 2 damcı üzüm yağı damızdırırsınız və yaxşıca qarışdırırsınız. Yəni bunu hazırlayıb saxlamaya ehtiyac yoxdur. Qarışdırdınız, gözaltı torbalarınıza, qaraltılara və qırışlara çəkirsiniz və üzünüzdə qalır. Onu yumursunuz. Bunu axşam eləməyinizi daha məsləhət görürəm. Çünki yatdığınız zaman üzdə dincəlir, dəriniz dincəlir və istifadə etdiyiniz məhsul dəriyə sürətli şəkildə mənimsəyir. Ona görə də bunu gecə eləməyiniz daha məsləhətlidir. Çəkirsiniz, yatırsınız. Səhər duranda təbii ki, normal şəkildə üzünüzü yuyacaqsınız. Bunu hər gün